Elə bilirdim gəlinlə dolanmayacağam. Ona görə də onları ayrı evə köçürtdüm. Onlar böyüklüyümə hörmətlə yanaşırlar, başqa cür ola bilməz. Bu sözləri müğənni Xatun Əliyeva qonaqcanlı verilişində deyib. Sənətçi oğlu Adilin evlilik həyatından danışıb. Xatun bildirib ki, övladı ailə qurandan sonra ayrı evdə yaşayır. Xoşum gəlir, istəyirsən müğənni, istəyirsən model ol. Evdəki nizam-intizam, böyük-kiçik yeri bilmək olmalıdır. Harasa gedirlərsə mütləq mənə deməlidirlər. Məndən yaxşı onlara məsləhət verən olar. Evlənən kimi oğlumu başqa evə köçürtdüm. Öz evim hazır olana kimi isə 3 ay kirayədə yaşadım. Əsas yeni evlənəndə cütlüyü rahat buraxmalısan. İlk 6 ay, 1 il önəmlidir. Müğənni Mənzurə Musayevanın səhhətində problem yaranıb. Sənətçi bu haqda Rəngarəng proqramında danışıb. O bildirib ki, arıqlamaq üçün kivi sirkəsi içib və halı pisləşib. Yemək yemədim, kivi sirkəsi suya töküb içdim. Gördüm ki, narahatam. Başım gicəllənir, pisəm. Həkimlərə getdim, müayinələrdən keçdim, bütün analizləri verdim. Amma təkcə qan analizi vermək lazım imiş. Bir dəfəlik qanı ver, gör nə var, nə yox. Sən demə, qanımda 5 vitamin yuyulub gedib. Kivi sirkəsi çox arıqladır, amma problem yaradır.